Salam əməkdaş dostlar, bugünkü mövzum olacaq əsasən bridge nədir, yəni körpülər nədir, kripto körpülər nədir? Bu çox vacib bir mövzudur və sizə ola bilsin ki, gələcəkdə lazım ola bilər. Və gəlin baxaq görək bridge ümumiyyətlə nədir? Körpü ümumiyyətlə hansısa bir blockchain-lə digər blockchain-ə hansısa bir aktivi köçürmək deməkdir. Hər bir blockchain-in özünün belə deyək də nativ körpüsü var. Amma bu körpülər məsəl üçün bir blockchain arasında hərəkət eləməyi imkan verir. Məsəl üçün Linea blockchain-inin körpüsü bizə hal-hazırda Ethereum-dan Linea'ya və əksinə Linea'dan Ethereum-a hərəkət etməyə imkanı verir. Və hansı ki, yalnız bir funksiyanı yerinə yetirə bilir. Və təbii ki, var həmçinin də aqreqatorlar, hansı ki, belə deyək də yüzlərlə körpünü birləşdirir və imkan verir ki, körpülər arasında sən hansı hərəkət eləyə biləsən. Bunlardan biri OkuTrade-dir, hansını ki, mən çox belə deyək də istifadə edirəm arasına, gördüyünüz kimi transaksiyalarda hətta var burada. Və həmçinin də Jumper'dir. Jumper daha yaxşıdır, çünki burada Solana blockchaini var, Sui blockchaini var və həmin blockchainlər arasında hərəkət etmək olur. Gəlin də baxaq görə bu praktikada necə görünür və biz bunu necə eləyə bilərik. Bunun üçün gəlin sadə bir belə deyək də bridge eləyək. Bunun üçün gəlin ilk növbədə cüzdanlarımızı qoşaq. Məsələn, məndə 2 dənə cüzdan var. EVM cüzdanım var mənim, yəni Ethereum cüzdan və həmçində məndə var Solana cüzdan. Mən isə lazımdır ki, Solana cüzdanda bir miqdar məsəl üçün balansıma sol yüklüyüm. Tutaq ki, 5 dolları sol yüklüyüm və bunun üçün birjaya getmək istəmirəm. İstəyirəm ki, sadəcə olaraq bunu birjaya getmədən eləyim. Təbii ki, burada böyük məbləğlər də köçürmək olur blockchainlər arası birjaya getmədən. Bunun üçün hər iki cüzdanımı hal-hazırda bax bura qoşmalıyam. Gəlin qoşaq. Hər iki cüzdanımı qoşuram. Məsəl üçün M1 wallet məndə Ethereum cüzdan kimi sayılır, yəni Base, Ağı və yaxud Ethereum blockchainləri. Və həmçində bura vururam və burada Connect Another Wallet seçirəm və Phantom-u da qoşuram. Phantom da məndə gördüyünüz kimi Solana blockchaini təşkil edir. Phantom-u qoşduqdan sonra Solana seçirəm və Phantom-u da qoşmuş oldum. Artıq hər iki cüzdanım bura qoşulmuş oldu. İndi isə nə edirəm? Məndə burada Base ağında müəyyən qədər Ethereum var, müəyyən qədər Ethereum-u müəyyən qədər Solana'ya dəyişəcəm və 0.001 Hə dostlar, sonradan fikir verdim ki, məndə Base ağında Ethereum qalmayıb. Ona görə də Optimism ağını seçdim. Baxın, burada sadəcə olaraq Optimism ağından köçürmə etməyi seçirəm və müəyyən məbləğ yazıram bura. 0.001 Ethereum yazıram və görürəm ki, 3 dollar 20 sent verirəm, 2 dollar 96 sent gəlir. Bəli, bu arada müəyyən fee var və bu fee demək olar ki, dinamikdir. Yəni, mənə elə gəlir ki, yəni çox cüzidir əslində. Sadəcə olaraq baxın, 31.97 verirəm, 32.32 əldə edirəm. Yəni xırda məbləğlərdə bilirsiniz özünüz ki, o transaksiya feesi olmalıdır. İndi 15 dollar 98 sent köçürmə ilə görürük ki, müəyyən qədər burada biz plusa çıxırıq. Hətta bəzən bax beləsinə arbitraj da eləmək olur. Yəni mümkündür körpülər arası. Bax, indi isə bunu təsdiq eləyək transaksiyanı və bizim transaksiyamız həyata keçsin. Gördüm ki, göstərir ki, balansımızdan bu qədər Ethereum silinəcək, gedəcək. Və burada da transaksiyanın sürətini fast da qoya bilərik, tez də qoya bilərik. Hələ ki, belə deyək də, fiilər aşağı düşməyib şeylərdə, layer 2-lərdə, amma qısa zamanda düşəcək. Burada 11 sent transaksiya feesi var və bizim transaksiyamız başladı nə etməyə, öz işləmlərini görməyə, həyata keçməyə bizim transaksiyamız və bir neçə saniyədən sonra bizim balansımıza Solana yansıyacaq. Bax, bura balansımıza Solanalar yansıyacaq. Gəlin, baxın transaksiyanın vəziyyətinə. Transaksiya artıq yerinə yetirilib kimi qeyd olunur. İndi bir dəqiqə zat falan gözləyək ki, bizim Solana balansımıza yansısın. Və bu da dostlar, çox elə az vaxt keçdi, elə də güclü bir vaxt keçmədi və artıq balansımıza görürsünüz. Solanalar gəldi, yəni 0.109 Solana bizim balansımıza avtomatik olaraq belə deyək də yansıdı. Və burada çox sürətli baş verir əslində transaksiyalar, çox sürətli baş verir. Çünki körpülər artıq dəhşətli dərəcə sürətlənir. Bilirsiniz, artıq Ethereum blockchaini sürətli olduğuna görə körpülər də sürətlidir. Və biz məlumatlara baxa bilərik. Görürük ki, 0.05 Ethereum köçürməsi elədik və bu qədər Solana əldə etdik. Və beləliklə biz bridge'lər istifadə edirik, körpülər istifadə edirik. İstənilən bir çox blockchainlər arasında hərəkət edə bilərik. Bunlar arasında hansı blockchainlər var? Gəlin baxaq. Baxın, Bitcoin özü də var hətta. Yəni biz adi Bitcoin'dən də hərəkət edə bilərik. Binance Smart Chain Sui var həmçinin blockchainlər arasında və digər təbii ki, burada artıq belə deyək də, yəni 100-cü səviyyəli, yəni daha aşağı səviyyəli blockchainlər də var. Amma bizə əsasən lazımdır Solana, Arbitrum, Ethereumlar arası, yəni bu blockchainlər arası hərəkət etmək üçün belə deyək də imkan, daha sürətli imkan əldə etmək. Və bunu da təbii ki, biz burada əldə edə bilirik.